Salam. Premium Akademiyada keçirilən blok sınağının riyaziyyat üzrə izahını verirəm. Birinci sual. K parametrinin hansı qiymətində tənlilər sisteminin həlli yoxdur? Həllinin olmaması üçün əmsallar nisbəti 2-nin 4-ə bərabər olmalı deyil, -1-in k-ya. Buradan 2k bərabər -4k bərabər deyil, -2. C variantı doğru cavabdır. Növbəti sual. Düzbucaqlı üçbucağın iti bucaqlarından biri 40 dərəcədir. Düzbucaqlı üçbucağın iti bucaqlarından biri 40 dərəcədir. Bu üçbucağın böyük iti bucağının təməli təbii ki, bu bucaq 50 dərəcədir və böyük iti bucağın təmbələni 25 dərəcə nisbətində bölür. Düz bucaq təmbələni arasındakı iti bucağı tap. Düz bucağın təmbələni isə düz bucağı 45 dərəcəli iki bucağa ayırır. Və bu zaman bu üç bucaqda 45 və 25 dərəcəli bucaqlar görürük. 45 dərəcə plus 25 dərəcə bərabər 70 dərəcə. Bu iki daxili bucağın cəmi bir dənə xarici bucaq verir. 70 dərəcə iki bucaq olacaq. Daxildə 110 dərəcəli bucaq qalır. 70 dərəcə doğru cavabdır. Növbəti sual. Bərabəryanlı trapesiyanın iti bucağı 80. Bərabəryanlı trapesiyanın iti bucağı 80 dərəcədirsə, kör bucağı 100 dərəcə olacaq. Kör bucaqların cəmini tapın. Bərabəryanlı trapesiyadırsa, hər iki kör bucaq bərabərdir. 200 dərəcə doğru cavab olacaq. Növbəti sual. Deməli, tənlik verilib, ala biləcəyi ən kiçik qiyməti tapın deyir. Buradan biz A kub plus 1 bölünsün A-nın kubudur. Məxrəcdə isə A üstəgəl 1 bölünsün A-dır. Kublar cəmi kimi açsaq, A plus 1 bölünsün A, A-nın kvadratı minus AB. 1 bölünsün A-nın kvadratı olmuş olacaq. A plus 1 bölünsün A. Getsə bu ifadə A kvadrat çıx 1 bölünsün A bərabərdir 1 olmuş olacaq. Və bu kvadratlar cəmi 1 olacaq. D variantı doğru cavabdır. Şəkildə düzgün 8 bucaqlı verilib. Düzgün 8 bucağının bir bucağı deməli neçə dərəcədir? 180 n çıx 2 8 çıx 2 olmuş olacaq və bucaqların sayına bölürük. Bu zaman 180 vurulsun 6 bölünsün 8. Bu 135 dərəcədir. Bir daxili bucaq 135 dərəcədir. İndi isə x bucağını tapaq. Əgər bura 135 dərəcədirsə, iti bucaqlar 45-dir. Və bir iti bucaq 22,5 dərəcə olacaq. Digər tərəfdən 135-dirsə bərabəryanlı trapesiyadır bu. 135 dərəcədirsə bu bucaq 45 olacaq. Onda x bucağı bərabərdir. Cəmi bucağımız 135 dərəcə idi. 135-dən çıxacaq 45 və çıxacaq 22,5. 90 çıx 22,5 olacaq 67,5 dərəcə. A variantı doğru cavabdır. Növbəti sualımız ifadə verilir. Bunu
rasyonal ifadəni biz kök A-nın kvadratı çıx kök B-nin kvadratı kimi nəzərə alsaq, ifadəmiz bu şəkildə düşəcək. Deməli, kök A çıx kök B, kök A üstəgəl kök B. Məxrəc isə kök altında A çıxılsın kök altında B-nin kvadratıdır. Digər tərəfdən burada yenə kökə çıxılsın kök B, kök A plus kök B. Bu isə cəmin kvadratıdır. Kök A çıx kök B-nin plus kvadratıdır. Bunlar getsə, bizdə qalır kök altında A üstəgəl kök altında B. Kök altında A çıx kök altında B minus kök A çıx kök B kök A üstəgəl kök altında B. Ortaq məxrəc A kök altında A kvadrat çıx kök altında B-nin kvadratıdır. A çıxılsın B-dir. Və bunlar vurularaq kvadratı minus kök altında A minus kök altında B-nin kvadratı kimi olmuş olacaq. Bərabərdir. Bu bərabərlikdən açıb da ixtisar eləsək, deməli, kök A üstəgəl kök B üstəgəl kök A çıx kök B vurulsun kök A üstəgəl kök B çıx kök A üstəgəl kök B olsa, burada isə kök bilinir. Deməli, 2 kök A üstəgəl 2 kök B olacaq. Və birbaşa yazsaq, bərabərdir. Məxrəc A çıxılsın B, surət isə 4 kök altında A, B olacaq. 2 kök altında A, 2 kök altında B. Bu bizim B variantı doğru cevabımız. Modul ifadəsinə baxın. Demək, modul ifadəsi 2-dən kiçikdirsə, bu mənfi 2 ilə x çıx 7 böl 3. 2 arasında yerləşən ədəddir. Hər 3 tərəfi 3-ə vursaq, mənfi 6. X çıx 7, 6 aralığındadır. Hər tərəfə 7 əlavə etsək, 13, 1. 1 və 13 arasındadır. Bizdən soruşulur tam həllərinin sayı. 1 və 13 arasında 1 və 13-ün daxil olmadığı aralıq. 11 sayda həlli var. 13 çıx 1 çıx 1. 11 sayda həlli var. Növbəti sual. Kəsr ifadənin nə vaxt mənası yoxdur? 24-cü sual. Kəsin mənası olmadığı, onun məxrəcinin 0 olması anlamına gəlir. X çıx 2 bərabər deyil, 0 olmalıdır. X fərqli olmalıdır 2-dən. Bu bizim doğru cavabımızdır. Növbəti sual. Diaqonallarının sayı tərəflərinin sayından 25 vahid çox olan ifadə. Demək, biz diaqonalların sayı n çıx 3 böl 2-dir. Tərəflərinin sayından 25 vahid çox. Tərəflərin sayı n-dir, 25 vahid çox.
Açsaq, n kvadrat çıx 3n bərabərdir. Birbaşa keçirirəm. 2n çıx 50 bərabər 0. N kvadrat çıx 5n çıx 50 bərabər 0. Diskriminantla d bərabərdir. 25 çıx plus 4ac 200. 225 olacaq. N bərabərdir. Mənfi b 5 plus minus kök altda 225 istəcə 15 böl 2a 20 10 olacaq. Mənfisini saymırıq. Tərəflərin sayı müsbət ədədlər ifadə olunur. 10 doğru cavabdır. Növbəti sual. 192 ədədinin hesab kvadrat kökünü A, B natural ədədləri olmaqla A kökdə B ifadə etsək. Əvvəlcə biz bilirik ki, 192 bu 64 vur 3 kimi ifadə oluna bilər və yaxud 16 vur 12 kimi ifadə oluna bilər. 192. Bizə lazım olan budur. Demək 192-ni biz 8 vurulsun kök 3. A kök 5 şəklində göstərə bilərik. Bu onun ən kiçik yazılışıdır və buradan A plus B 8 plus 3 bərabər 11 olmuş olacaq. Növbəti sual. Uyğunluq. Arada suallar qaldı. Növbəti suallara baxaq onda uyğunluğa sonra keçdim. Bu vərəqi çevirməmişdim. Demək 8. Aşağıdakılarından hansı biri digərinə bölünməyən iki natural ədədin ortaq olmayan sadə vurğulanma hasili ola bilməz? 48. Biz bilirik ki 6'a 8. 2 üstü 4 vurulsun 3 üstü 49. 7'nin kvadratı da 50. 5'in kvadratı vur 2 vesaire 51. 3 vur 17. 51. 3 vur 17'dir. 1 ve 52. 13 vur 4'tür. 2'nin kvadratı vur 13'tür. 52. Bizden soruşulan ədəd yalnız bir ədədlə ifadə olunan 7'nin kvadratıdır ki, bu da 49'dur. Doğru cevap 49. Diğer sualımız kvadrat tənliyi ilə tənliyi eyni cüzlü olarsa, deməli kökləri eyni olmuş olarsa, əvvəl bu kvadrat tənliyin köklərini tapsaq, D bərabərdir. 16'ın kvadratı 256 çıxılsın 4 vurulsun 4 vur 7 144 olacaq. Və x tapsaq buradan 16 plus minus kök 10 144 12 bölünsün 2a. x1 bərabər olur 7 bölü 2, x2 bərabər olacaq 2'də 1. Deməli, x çıx n bərabərdir n modul ifadəsinin kökləri bu ədədlərdirsə, onda x1 bərabərdir m üstəgəl n, x2 isə m çıx n olacaqdır. x1 və x2'nin cəmi bizim kvadrat tənlikdə 16 böl 4'ün
əks işarəsidir. Demək, x1 üstəgəl x2 bərabərdir. Bu köklər onsuz da var. Müsbət 4'dür. Toplasaq alırıq. M plus n 2'də 7. M minus n bərabərdir 2'də 1. Tərəf-tərəfə toplasaq 2m bərabərdir 4. M bərabərdir 2. N tapsaq bu 3,5'dir. N bərabərdir 1,5 alırıq. Bizdən soruşulan həmin ədədlərin hasilini tapın. 2 vurulsun 1,5 bərabərdir 3. Tənliyin kökü sualın cavabı 3. B variantıdır. Növbəti sualımın elementləri olmayan B və C çoxluqları Euler-Venn dairəsində işarələyək. B və C çoxluqlarının ortaq elementləri yoxdur. A çoxluğu ilə kəsişir. Bunlar A çoxluğu ilə kəsişir. Hər 3 çoxluğun elementləri 12 elementi var. 12 elementi var və bu çoxluqlarda yalnız 2 çoxluğa daxil olan elementlərin sayı 4 olarsa, deyək ki, 2 element bu çoxluğa, 2 element də bu çoxluğa aiddir. Fərqli də ola bilər. A birləşir B, birləşir C çoxluğunun elementləri sayını tapın. 4 element buradadır. Bu həm A-ya aiddir, həm B-yə aiddir. Bütün hər 3 çoxluğun 12 elementi var. 4 element isə A-ya, B-yə və C-yə aiddir ümumiyyətlə. Yəni əlavə 4 element təkrarlanır. Və bu çoxluqların elementləri sayı, birləşməsinin elementləri sayı 16 olacaq. Növbəti sualımız 11-ci sual. Tənliklər sistemindən Y-i tapın. Deməli, ikinci tənliyi mənfi 2'yə vursaq, sağ və sol tərəfin, onda tənliklər sistemimiz bu şəkildə düşər. 4 bölünsün x, y bölü 2, 14. Mənfi 2'yə vursaq, mənfi 4 bölü x plus 2y bölünsün 4 bərabərdir 10 olacaq. 2y bölünsün 4 qoy, y bölünsün 2 şəkildə yazaq. Və tərəf-tərəfə toplasaq, bunlar gedir. Y bölü 2 və y bölü 2'nin cəmi y-dir. Bunların cəmi 20. Mənfi 2'yə vurmuşduq üstə. Mənfi 10. Bərabərdir 4 olmuş olacaq. Bu da bu tənliklər sistemindən Y-in cavabı. B variantı doğru variantı. Növbəti sual. Verilmiş kəsirlərdən hansının həm özünü, həm də tərsini sonsuz onluq şəkildə göstərmək olar. Deməli, sonlu onluq kəsir şəklində göstərilə bilən o kəsirlərdir ki, onların məxrəclərində yalnız 2'lər və yalnız 5'lər iştirak eləsin. Və 5'də 4 tərsi 4'də 5 olur. Hər iki halda məxrəcdə 2'lər və 5'lər iştirak edir. Bu yalnız olur. Digər kəsirlərin məxrəclərində və yaxud surətlərində sadə vurğulara ayrılışda 2'dən və 5'dən başqa digər ədədlər də var. Növbəti sualımız verilmiş trapesiyada 13-cü sual. Verilmiş trapesiyada yan tərəf 6 cm, kiçik oturacaq 3 cm və orta xəttin bir hissəsi
5 sm olarsa, B təpəsindən çıxan tənbələnlə A təpəsindən çıxan tənbələn kəsişib. Trapesiyanın bir yan tərəfinə bitişik bucaqların cəmi 180 dərəcədir. Onların tənbələnləri arasındakı bucaq isə 90 dərəcədir. Bu düzbucaqlı üçbucaqdır. Bu orta xətti uzatsaq, bu düzbucaqlı üçbucağın medianı olmuş olacaq. Çünki orta xətt həmin tərəfin ortasına düşəcək. Bu median hipotenuzun yarısına bərabərdir. Median bərabər 3 sm. Bu, şəkil üzərində olan iş. Deməli, bizdən soruşulur ki, AD-ni tapın. AD böyük oturacaqdır. Orta xətt 8 sm-dir. Orta xəttin ümumi düsturundan biz bilirik ki, oturacaqlar cəminin yarısına bərabərdir. 3 plus x bölünsün 2 bərabər 8 olacaq. 3 üstəgəl x 16'dır. X isə böyük oturacaq isə 16 çıx 3 13 santimetr olacaq. A variantı doğru variantı. Növbəti sualımız bərabər tərəfli üçbucaqda. Bərabər tərəfli üçbucağın tərəflərinin birini 6 sm azaltdıqda. Bərabər tərəfli üçbucağın. Qoy tərəfləri A olmuş olsun. Tərəflərinin birini 6 sm azaltdıqda alınan bərabər yanlı üçbucağın perimetri əvvəlkinin perimetrinin 80%-nə bərabər olacaq. Deməli, birincinin perimetri 3A-dır, tərəflərin cəmi. Digəri perimetri tərəfin birini 6 sm azaltsaq 3A minus 6 olmuş olacaq. Bu 100% deyək. Bu isə 80% olacaqdır. Və buradan açsaq 24A bərabərdir. 30A minus 60. 6A bərabərdir. Keçirsək 60. A bərabərdir 10. A bərabərdir 10 olacaq. Bizdən soruşulan bu bərabər yanlı üçbucağın oturacağının uzunluğunu tapın. Yeni alınan 6 sm azaltdıqdan sonra həmin bərabər yanlı üçbucağın oturacağının uzunluğunu tapın. A 10'dur. 10'dan 6 çıxsaq 4. Yeni bərabər yanlı üçbucağın oturacağı 4 cm olacaqdır. A variantı. Bir daxili bucağı 172 dərəcə olan düzgün çoxbucaqlının tərəflərinin sayını tapın. Bir daxili bucağı 172 dərəcədirsə, bir xarici bucağı 8 dərəcədir. Və tərəflərinin sayı ən rahat vəziyyətdə. 360 dərəcəni biz bir xarici bucağa bölsək, tərəflərin sayını tapmış olaraq 45. Bu tərəflərin sayıdır. Y variantı doğru variantdır. Növbəti sualımız 16-cı sual. AOB və CDE bucaqları. Çəksək həmin bucaqları 16. Deməli, hər hansı bir A, O, B bucağını çəkdik. Digər tərəflər. Deməli, C, D, Y, O, A, C, D-yə perpendikulyardır. C, D, digəri isə B-yə paraleldir. Bu bucaqlardır. İfadə ilə X və Y bucağı. Tərəfin biri digər tərəfə paralel, digər tərəf isə növbəti tərəflə perpendikulyar olan bucaqlardır. Deməli, bu bucaqlar perpendikulyar bucaqlardır. Bu tərəflər isə biri
birinə paralel tərəflərdir. Paralel düz xətlər arasında qalan bucaqlar kimi ifadə etsək, daxili çarpaz bucaqlar bərabərdir. Bura y-dir. Bura düzbucaqlı üçbucağın bucaqları olmuş oldu. Və buradan x üstəgəl y 90 dərəcədir. X çıx y isə şərtdə deyildiyi kimi 24 dərəcədir. 2x 66, x bərabərdir 33 dərəcə olmuş olacaq. 33 dərəcə doğru cavabdır. Növbəti sualımız bərabərsizlik. Ən böyük tam həlini tapın. Deməli, 3x üstəgəl 37 kiçikdir x çıx 3-dən ifadəsi verilir. Və 2x kiçikdir mənfi 40 dərəcədən, x kiçikdir mənfi 20 dərəcədən. Sualımız böyle. Ən böyük tam həllini tapın. Mənfi 20 dərəcədən kiçik olan mənfi 21 dərəcədir. Mənfi 21. A variantı doğru variantdır. Növbəti sual. A ədədinin tam hissəsi ilə kəsir hissəsinin fərqi. A-nın yarısına bərabərdir. A tam hissəsi kəsir hissəsinin fərqi A böl 2'dir. Tam hissə ilə kəsir hissənin cəmi isə bilirik A-dır. Buradan biz 2 tam hissə bərabərdir. 1/5 A-dır. A bərabərdir. Deməli, 2'də 3 yazsaq, 1/5, 2'də 3. 4 tam hissə bölünsün 3 şəklində olacaqdır. Deməli, A tam hissənin 4 mislinin 3'ə nisbətinə bərabərdir. Belə ədədlər bir dənədir. Növbəti sualımız deməli, AB parçası A düz xəttdir və AB parçasının uclarına endirilmiş perpendikulyarlar. M nöqtəsi AB'nin orta nöqtəsidir. Biz bilirik ki, deməli, orta nöqtə adi bu trapesiyadır. Trapesiyanın orta xətti kimi nəzərə alsaq. 4/8 üstəgəl x bölünsün 2 bərabərdir 6/4'dür. 4/8 üstəgəl x 12/8'dir. X bərabərdir 12/8 çıx 4/8 8. C variantı doğru cavabımızdır. Digər sual, kəsənədə toxunan arasındakı bucağın tapılması. Deməli, böyük qövs 126, kiçik qövs 62 dərəcə olarsa, kəsənlə toxunan arasındakı bucaq, deməli, böyük qövs, birbaşa rəqəmlərlə yazacağım. A bucağı bərabərdir. Böyük qövs 126 çıx kiçik qövs 62 bölünsün 2 olacaqdır. 64 bölü 2 32 dərəcə A bucağıdır. A variantı. Fərqi 8 olan iki ədədin kvadratları fərqi. A çıx B 8 olarsa A kvadrat çıx B kvadrat kvadratları fərqi 16'dır. Kvadratlar fərqi kimi açsaq A çıx B A plus B 16'dırsa A çıx B 8'dir şərtə görə və A üstəgəl B təbii ki 2 olacaqdır. Buradan bizdən soruşur ki, bu ədədlərin hasilini tapın. Əgər A çıx B 8 və A plus B 2'dirsə, onda tərəf-tərəfə toplasaq 2A bərabər 10, A bərabərdir 5. B bərabərdir -3.
Hər iki bərabərlikdə görürük biz onu. Bu ədədlərin hasili 5 vurulsun -3, -15. Y variantı doğru cavabdır. Növbəti sual. Bərabəryanlı üçbucağın oturacağına bitişik daxili bucağı 36 dərəcə olacaq. Oturacağa bitişik daxili bucaq bərabəryanlı üçbucaqdır. 36-dırsa, hər iki bucaq 36 dərəcədir və təpədəki daxili bucağı tapın. 180 dərəcə çıx 72 dərəcə. Bərabər 108 dərəcə olacaqdır. C variantı doğrudur. Kvadratından 20 vahid kiçik olan ədədlərin kvadratları cəmini tapın. Öz kvadratından 20 vahid kiçik olan ədədləri tapaq. A kvadrat çıx A çıx 20 bərabər 0. Yenə D bərabərdir. B kvadrat çıx 4AC 81 olacaq. A bərabərdir. -B plus minus 9 bölünsün 2. A birimiz 10 bölü 2 5'dir. Bu bəllidir. -8 bölü 2 -4 olacaq. Bu iki ədəd öz kvadratından 20 vahid kiçikdir. Bu ədədlərin kvadratları cəmini tapın. 25 üstəgəl 16 41 verilən sualın cavabıdır. Növbəti sualımız uyğunluq. 27-ci sual. Deməli, kvadrat tənliyi verilir. X kvadrat plus 4x plus 4 ifadələri verilir. Bilirik ki, D bərabərdir. B'nin kvadrat 16 çıx 4AC çıx 16 bərabər 0. Bu kvadratik ifadələr deməli, parabola x oxuna toxunur vəziyyətində. Yəni, bir kökü var. Deməli, böyük bərabər 0. Bərabər olduğundan, deməli, bunun x oxundan yuxarıda yerləşir. Sonsuz sayda həlli var. Adı kiçik bərabər. Bir həlli olduğuna görə bərabər ödəyir. Yeganə həlli var. X kvadrat plus 4. Kiçik bərabər 0. Ola bilməz. Müsbət plus 4. Həlli yoxdur. Böyük 0. Sonsuz sayda həlli var. X oxundan yuxarıda yerləşib. Kiçik 0 həlli yoxdur. D. Burada. Və tam bitmiş oldu. Tək bir kökü olduğuna görə və X oxundan yuxarıda yerləşdiyinə görə. Növbəti ifadəmiz vurğulara ayırmadır. Bu kəsrin surəti A kub plus 1'in kubu. Demək, kublar cəmi kimi açsaq A üstəgəl 1, A kvadrat üstəgəl, üzr istəyirəm, çıx A üstəgəl 1 şəklindədir. 2A kvadrat üstəgəl 2A'dan 2A çıxarsaq A üstəgəl 1. Məxrəcdə deməli, A üstəgəl 1 və A üstəgəl 2B kimi aça bilərik. Buradan A-nı çıxartdıq, A üstəgəl 2B. Buradan A üstəgəl 2B özü olduğuna görə. A plus 1'lər getdi. Deməli, surətdə qalır. A kvadrat üstəgəl 2A çıx A üstəgəl 1. A kvadrat üstəgəl A
üstə gəlir 1. A üstə gəlir 2, B. Bu bizim son ifadəmiz. Dəniz səviyyəsində temperatur 19 dərəcə, ən hündür nöqtədə isə 50 Farenheitdir. 50 Farenheit bu neçə dərəcədir? Biz bilirik ki, düstur verilib Farenheit 1,8 Selsi üstəgəl 32-dir. Deməli, bunu dərəcəyə endirmək üçün 50 çıx 32-ni biz 9'da 5'ə vurmalıyıq. 10'da 8. 9'da 5'ə vurmalıyıq. 18 vur 9'da 5. 2 qalır bərabər 10 dərəcə Selsi. Deməli, dağın ətəyində 19 dərəcə, dağın zirvəsində isə 10 dərəcə Selsidir. Hər 100 metrədə 0,6 dərəcə aşağı düşür. Deməli, 19 çıx 10, 9 dərəcə Selsini biz 0,6'ya bölək. Bu da 15 olur. 15 dəfə 100 metrimiz var. Hər 0,6'da 100 metrdir. 1500 metr dağın hündürlüyüdür. Növbəti sualımız ABC üçbucağında A təpə nöqtəsindən çəkilən hündürlük, biraz fərqli olsun deyə belə bir üçbucaq çəkirəm. Hündürlük ilə tənbələn arasındakı bucaq. Bu da tənbələn arasındakı bucaq B və C bucaqlarının fərqinin modulunun yarısına bərabərdir. Bildiyimiz bəlli düstur. Bura beta yazaq, bura gamma yazaq, bura x yazaq. Deməli, hər hansı bu alfa olsun. Alfa üstəgəl beta bərabərdir 90 dərəcədir. Bu tənbələndir. Alfa üstəgəl x tənbələnin bir hissəsi, digər tərəfi də alfa üstəgəl x olmuş olacaq. Deməli, buradan beta üstəgəl gamma bərabər olacaq 2 alfa üstəgəl 2x. Və buradan 2x bərabərdir beta çıx gamma. X bərabərdir beta çıx gamma bölünsün 2 olmuş olacaq. Və isbat edin ki, deyir, B və C bucaqlarının fərqinin modulunun yarısına bərabər. Təbii ki, beta və gammanın hansı böyük olduğunu bilmirik. Ona görə də bunu isbat etmək tələb olunurdu. Bu qədər, çox sağ olun. Oldu. Suallar da cıldır.